Deməli, trapesiyanın orta xətti. Trapesiyanın orta xətti də üçbucağın orta xətti kimi eynidir. Məsələn, trapesiyanın tərifini belə deyə bilərik ki, trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirən parçaya trapesiyanın orta xətti deyilir. Məsələn, tutaq ki, A, B, C, D trapesiyasıdır. AB tərəfin orta nöqtəsində bir dənə çəkdim. Burada bərabərdir, burada. CD'nin də bir dənə orta nöqtəsini çəkdim. Burada bərabərdir, burada. Və bu ikisini birləşdirəndə, tutaq ki, deyirəm M-in. Yenə deyək M-in. M-in. Onda M-in bərabərdir, M-in bərabərdir. Və burada necə deyirik? M-in burada trapesiyanın orta xətti adlanır. AM, MB, AM və MB. Bura. AM və MB bir-birinə bərabərdir. Onda CN ilə ND də bir-birinə bərabərdir. Onda trapesiyanın orta xətti nəyə deyilir? Trapesiyanın orta xətti oturacaqlarının uzunluqları cəminin yarısına bərabərdir. Tutaq ki, M-ni tapmaq üçün üçbucaqda nə idi? Oturacağının yarısına bərabər idi. Burada 2 dənə oturacaq var axı. Bir budur, bir də budur. Onun üçün nə edirəm? M-in bərabərdir BC üstəgəl AD bölünsün 2. Gəlin misal üzərindən deyək. Tutaq ki, BC-ni verib 4 cm. AD-ni verib 8 cm. İndi məndən deyir ki, M-ni tapın. M-ni tapanda nə edəcəm? M-in bərabərdir. BC-ni 4-ün üstünə 8 gələcəm. Böləcəm 2-yə. Bu da bərabərdir 6. Mənim orta xəttim 6 imiş. Aydındır. Sualı olan var? Yoxdur ki. Gəlin bir də ümumi üstündən gedək. Deməli, üçbucağın orta xətti onun oturacağının yarısına bərabərdir. Və üçbucağın tərəflərini, üçbucağın tərəflərini yarısının nöqtələrini birləşdirir. Sonra trapesiyada orta xətt isə onun oturacaqlarının cəminin yarısına bərabərdir. Yəni, iki tərəfini toplayırıq və onu yarıya bölürük. Trapesiyada bərabər yanı trapesiyada olur. Bərabər yan trapesiyada yan tərəflər bərabərdir və onlara bitişik yan bucaqlar da bərabərdir. Yəni, oturacağa bitişik yan bucaqlar da bərabərdir. Sonra bərabər yan trapesiyada diaqonalları da bir-birinə bərabərdir. Yəni, belə, ümumi mövzularımız budur. Yekunlaşdıra bilərsin.